Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala habibi ilahina ve tabibi nufusina eşrefil enbiyai ve hatemel murselin Ebil Kasimi Muhammed. وآله الطيبين الطاهرين المعصومين المكرمين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. ثم السلام عليكم جميعا ورحمة الله وبركاته. Allah bu əzadarlığı hər birinizdən qəbul eləsin. Şükür olsun Allaha ki, Aşuraya yaxın günlərdir. Yavaş-yavaş Aşura gününə yaxınlaşırıq, Tasua gecəsinə yaxınlaşırıq. Və şükür olsun Allaha ki, yenə də bizə İmam Hüseyin məclisində iştirak etməyə icazə verdi. Ən böyük şükür, ən böyük həmd etməyin haqqı budur ki, şükür olsun Allaha ki, İmam Hüseynin ürəyi bizdən küsməyib. Peyğəmbərin ürəyi bizdən küsməyib. Şükür olsun Allaha. Bu günlərdə, bu gecələrdə hər gecə olduğu kimi şəhidlərimizi yad edək. Allah onların ruhlarını şad eləsin. Allah onların məqamlarını uca eləsin. Hər gecə böyük lütf eləyirlər. Şəhid valideynlərindən bizlə iştirak eləyirlər. Bugün də xəbər verirlər mənə ki, şəhid Səbuhinin anası, şəhid Teymurun anası iştirak edirlər bu məclisdə. Allah onların evlatlarının simasında hər bir şəhidimizi İmam Hüseynin şəhidləri ilə uca eləsin inşallah. Və şəhidlər ustadı olan mərhum ustadımızın pak ruhunu bu gecə dua eləyək. Onun pak ruhuna və şəhidlərimizin ruhuna salavat deyək. Cənnət fərəcəm. Çıxışa başlamamışdan öncə kiçik bir hər birinizdən xahiş edəcəm, üzr istəyərək. Bacardığınız qədər dünən Seyid də qeyd eləyib, mən yumuşaq formasını deyirəm, eləməsə sərt forması olacaq sonra. Bu əza məclislərində özünüz üçün xüsusi iştirak edin. Allah hamd olsun, o qədər ürəyim istəyir ki, buradan düşün, gəlim sizin aranızda iştirak edin. Müəyyən qaydalar var ki, ona riayət etmək lazım deyə mən də riayət edirəm. Yoxsa hacətlər əzadarlığın sonunda verilir. Sona qədər kim özünü necə aparsa ona uyğun davranır. Bir nəfər gəldi İmam Hüseyin əleyhissalamın yanına, İmam Hüseyndən nəsə istədi. Bir ehtiyacı vardı İmam Hüseyndən istədi. İmam Hüseyin ağa baxdı ona, bir sual verdi ona. İmam Hüseynin yanında olanlar da baxırdı. Bir sual verdi ona. Bu sualın cavabını verdi. Sonra İmam Hüseyin ona hədiyyə verdi. Nəsə istəyirdi, o İmam Hüseyndən ehtiyacı var idi. O gedəndən sonra İmam Hüseynə dedilər ki, niyə belə elədin? Sual verdin, sonra kömək elədin. Dedim, mərifətini istədim, yoxlayın, biz mərifətə uyğun nəsə veririk. Hər kəsin öz mərifətinə uyğun. Bu məclislərin üzr istəyərək ifadə etməyə çalışacağım. Bu məclislərin əsas qaydası budur ki, əvvəldən axıra qədər İmam Hüseynin yanında olasan. İzah edə bilirəm. İndi sizin də bəxtinizə mən düşmüşəm, mənə dözməlisiniz, başqa çarəmiz yoxdur hələlik. Amma bir-birimizə kömək eləyək, qoy məclislər gözəl keçsin. Ən əsas məclislərin əzadarlığın, daha doğrusu əzadarlığın gözəl keçməsidir və hamınızda fəal iştirak edin əzadarlıqda. Burada xüsusi buranın sinə vuranları olsun, xüsusi buranın əzadarları olsun, belə bir şey yoxdur.
Hamımız İmam Hüseyin əleyhissalamın nökəri olmaq üçün, xidmətçisi olmaq üçün addım atmışıq. Ümid edirəm ki, bu Aşuranın sonunda Allah bizə lütf eləyəcək, İmam Hüseyin bizi xidmətçi kimi qəbul eləyəcək inşallah. Və çöldə əyləşən qardaşlarımızda ağsaqqallar, yaşlılar əyləşirlər. Çətindir bir neçə saat yerdə əyləşmək, amma cavanlar bir neçə saat çətin də olsa əzadarlıqda içəridə iştirak edeyim. Bundan artıq danışmıram, söz demirəm. Biz dünən danışmışdıq ki, insan birbaşa keçid alıram mövzuya, müqəddimə qursam uzun çəkəcək. Biz dünən danışmışdıq ki, qısa konkret olaraq deyirəm, insanın özünə sevgisi insanı qurudur. İnsanın ruhunu korluyur. İnsan özünə sevgidən çıxmalıdır. Bu mövzuda danışırdıq. Əsl kimliyinə qayıtmalıdır. Özünə sevgi, mənfəət tələbli insanı məhv edir. İnsanın sevgisinin qənimi, insanın sevgisinin bəlası mənfəət tələblidir. Mənfəət tələbli olsa, insan məhv olur. Bu bir qaydadır, pozulmaz qaydadır. Bunu din deyir, yox, bunu ağıl da deyir. Daha doğru belə desəm ifadən yaxşı olar. Bunu təkcə din deyir, yox. Ağıl da bu məntiq irəli sürür. Özünə mənfəət tələblidən qaç. Mənfəət tələbli insanı kiçildir, insanı balacalaşdırır və insan həqiqi kimliyində qoyulan sevgini göstərə bilmir. İnsan yaranır ki, o sevgini göstərsin. O sevgini göstərsin, Allah'ın mərhəmətini dünyanın yaşadığı bu məkanın hər yerində cilvələndirsin. İnsan bunun üçün yaranır. Mənfəət tələbli isə bunun qarşısını alır. Deyir, buradan çıx. Bu mənfəət tələblidən çıx. Buradan qaç. Bacarsız bu günlərdə toplum şəklində görülən işlərdə iştirak edin. Bir var mən eləyim, bir də var toplum şəklində. Orada bilinmir. Misal olaraq hər gün gecə bizim xidmətimizdə duranlar var, xidmətçilər. Allah ömürlərinə, axirətlərinə bərəkət versin. Bilinmir. Bəziləri ümumiyyətlə Məhərrəm ayının əvvəlindən bu məclislərdə iştirak edə bilmirlər. Dayanırlar çöldə, insanların maşınını saxlaması üçün, rahatlığı üçün şərait düzəldirlər. İştirak edə bilmirlər, məhrumdurlar məclislərdən. Amma hamımız içəridə məclisdə iştirak eləyək, hamımız məclisdə olaq, mən də məclisdə oturmaq istəyirəm, olmur belə. İzah edə bilirəm, belə olmur. Onda Peyğəmbərin və Əhl-i Beytinin işləri irəli getmir. Görək kimsə nədənsə keçsin. Bəlkə də mənbərdə, bəlkə yox elə belədir. Çöldə hər gün qapıda dayanan insan, burada xidmət göstərən insan mənbərdə olan adamdan daha çox mənfəət əldə edəcək. Çünki o daha çox məhrum olur, özünü məhrum eləyib. Fikir verirsiniz, Əhl-i Beyt xanımlarının içində ən uca məqamı əldə edən Həzrət Zəhradan sonra xanım Zeynəbdir. Çünki xanım Zeynəb özünü daha çox məhrum eləyib. Evladına ağlamaqdan, rahat həyat yaşamaqdan, xoşbəxt ailənin bir xanımı olmaqdan, özünə hər şeydən məhrum eləyib. O uşaq idi, İmam Hüseyin də körpə idi, o da körpə idi, İmam Həsən də körpə idi, Ümmü Gülsüm də körpə idi. Ən böyük evin evladının 7 yaşı vardı İmam Həsənin. Amma xanım Zeynəb də xanım Zəhraya yanırdı. Amma xanım Zeynəb öz yanğısını gizlədirdi. İmam Hüseynin yanğısına başlaydı şərik olmağa, ona təsəlli verməyə körpəliklə. Oradan başlayıb özünü məhrum eləməyə. Oradan başlayıb özünü məhrum eləməyə. Məhrum elədikcə insan özünün mənfəət tələbliyindən ucalır. Dünən qeyd elədik, Həbib ibn Məzahir
Hani İbn Ürvə Kufədə ən böyük qəbilələrin başçısıydılar. O qədər hörmətli adamlar idilər onlar. Bütün o mənfəəti vurdular yerə. Məhrum elədilər özlərini. İnsan özünü məhrum etdikcə fitri sevgisini başlayır böyütməyə. O sevginin qaydası budur. Onu başqalarına verərək böyüdürsən. Bir misal çəkim sizin üçün. Bir nəfərin əlindən misal olaraq bir ətir düşüb. Bir nəfərdə bir ətir var, o heç kimdə yoxdur. Bir ətir var, heç kimdə yoxdur. Və yaxud bir nəfər bir xəstəliyin müalicəsini tapıb, bir həkim, heç kim bilmir, bircə bu bilir. Biri bir resept yaza bilir, heç kim bilmir, bircə bu bilir. Biri bir gözəl gülün bitkisinin toxumunu tapıb, heç kim bilmir. Bu da heç kimə demir. Ağıl məntiq deyir ki, sən bunu başqaları ilə paylaş, o ətir şüşəsi əlindən düşüb sınanda, olmayanda səndə, başqasında olsun ki, ondan götürəsən. Niyə bunu məhdudlaşdırırsan? Əlində olanı böyüt, əlində olanı kiçilmə. İndi din gəlir bizə deyir ki, sevgili özvə tələblikdən qopart, sevgili böyüt, sevgili yay başqalarını, qoy çoxalsın. Sən sevgin özün boyda qalmasın. Sənin işin özün boyda sevmək deyil, sənin işin Allah boyda sevməkdir. Allah mərhəmətinə qovuşaraq o boyda sevgi göstərməkdir. Özünə tələb sevgi zülm eləyir. Mənfəət tələb insan gec-tez zülm eləyəcək. Mütləq zülm eləyəcək. Mənfəət tələb insanın möcüzəsinə qulaq asmasa söyləyəcəksiniz axırda. Niyə mənə qulaq asmadılar? Mənfəət tələb adamdır. Mənfəət tələb həkimin yanına geçsən sağalmayacaqsan. Mənfəət tələbdir. Çünki özü üçün çalışır, sənin üçün çalışmır. Mövzum sevgidir deyə çox haçalandırmıram məsələni. Buyurur, din ki, sən sevgini böyüt, sevgini payla. Hünər sevilə bilmək deyil, hünər sevə bilməkdir. Bax, bunun üzərində qurmaq lazımdır. Sevə bilmək. Burada bunu deyim sizə. Sevə bilməyin, sevməyin çoxlu zəhmətləri var. Baxın, insanlar nə deyirlər bir-birlərinə? Deyir, yaxşı da öldür özünü insanlar üçün, cəmaat üçün, güya qədri biləcəklər. Baxın, bu sözlər insanları fədakarlıqdan qoparırlar. Bu ziyanlı sözdür. Ən təhlükəli sözdür insan ruhu üçün. Axı, bu məsələlər qədir bilmək üçün deyil. İmam Sadiq əleyhissalamın dövründə bir nəfər var idi. O iş qüvvəsi yox idi onun. İmam Sadiq əleyhissalamı çox istəyirdi amma. O da İmam Sadiq ilə görüşə bilmirdi. İmam Sadiq onun üçün hər gün, hər həftə ehsan göndərirdi, pay göndərirdi. Və gizlin edirdi bunu. Bildirmirdi, mən göndərirəm. Mən düşünürəm, sual yaranmışdı özümdə ki, imam, niyə gizlin edirsən axı bunu? Aşkar eləyərdin də bunu. Onsuz da sizdə ixlas hakimdir sizin ruhunuza. Mən düşünürəm ki, onu gizlin edirdi ki, bu göndərdiyi səbəb olmasın onun imamı sevməsinə. Qoy sevgi səmimi qalsın. İzah edib, mən bu qənaətə gəlmişəm. İmam buna görə eləyər. Yoxsa imamda ixlasdan riyakarlığa keçid təhlükəsi yoxdur. Bu məsumdur. Bunu da bir sahabəsinə verirdi, aparıb verirdi bu həmişə ona. Bir gün dedi ona ki, bu ehsanı aparana, dedi ki, nə yaxşı sən varsan. İmam Sadiqdən ötürü ürəyim darxır. İmam Sadiqi çox sevirəm. Amma bir dəfə mənim ehtiyaclı olduğumu görüb, gəlib mənim halımla maraqlanmayıb. Mənə heç vaxt heç də köməklik eləməyib. İmam ona görə məzlundur da. Sənin düşünə bilmədiyin qapıda imam səni düşünür. Düşünə bilmədiyin qapıda. Amma sən onu çata bilmirsən, imam olur məzlum. İmam öldürüləndə məzlum olmur ki, imamın sevgisinə cavab vermir cəmiyyət, imam məzlum olur. Sevgiyə cavab vermir, verə bilmir cəmiyyət.
Ona görə imam gəlir mənfəət tələblidən qurtarır səni. Dedi ona ki, İmam Sadiq, bu qədər sevirəm onu, amma mənə yaxşılıq eləmir. Heç vaxt məni yad eləməyib, gəlib, görməyib, baxmayıb. Biz tez imamdan küsən adamlarıq, cəmiyyət, bəşəriyyət olaraq. Dərhal imamdan küsürük. O, dünyadan köçənə qədər bilmədi ki, o ehsanı İmam Sadiq göndərib. Amma siz hamınız bildiniz ki, o vaxt o ehsanı İmam Sadiq göndərmişdi. Bu itmir. Biz qorxuruq, dərhal mən eləmişəm, mən sənin üçün göndərmişəm, mən sənə diqqət ayırmışam, bu yaxşılığı mən elədim. Qorxuruq ki, itər. Çünki biz izzətimizi, sevgimizin cavabını insanlara həvalə edirik. Allaha həvalə etsək, itməyindən qorxmayacaq. Çünki itməz. Zərrə qədər də olsa itmir. Sevgimizi kiçik bir yerə həvalə edirik. Ona görə deyir ki, çıx özündən, yox, sevgini bir böyüt və eyni zamanda onu sahibinə həvalə elə. Ona həvalə elə etməyəcək, heç vaxt etməyəcək. Ən faydalı sevgi İmam Hüseynin sevgisidir. Qorxuram, yoraram, sizi tez keçirəm mövzunun əsas hissəsinə. Ən faydalı sevgi İmam Hüseynin sevgisidir. Ona görə baxın, ziyarətnamələrdə nə var? Ziyarətnamələrdə nə var? Ziyarətnamələrdə buyurur, onu adi insan da deyir, məsum imam da deyir. Gəlir, çatır Kərbəlaya İmam Sadiq əleyhissalam, baxır Kərbəlaya, hərəmə və İmam Hüseynlə birgə şəhid olanlara baxır, buyurur ki, bi əbi əntum və ummi, atam, anam sizə qurban olsun. Atam, anam sizə qurban olsun. Bunların elə bir sevgisi var ki, hər şeyi keçir. Ananın sevgisi fövqəladədir. Dünən biraz danışmışıq bu mövzuda. Amma imamın sevgisinə çatmır. İmamın sevgisinə çata bilmir. Çox uca bir sevgidir. Və buyururlar ki, İmam Hüseynin sevgisi, bu sözünə diqqətlə qulaq asın, İmam Hüseynin sevgisi ayrıca bir xəlq olunub. O ayrıca bir sevgi olaraq xəlq olunub. Sual yaranır insanlarda ki, niyə görə İmam Musa Kazım üçün belə azadarlıq eləmirik, İmam Rıza üçün belə azadarlıq eləmirik? Əhl-i Beyt özü də buyurur ki, Hüseynin sevgisi xilqətin tam ayrı bir növündə xəlq olunub. Bu ayrı bir sevgidir. Bu ayrıca xəlq olunub. Sən mənfəət tələblikdən çıxmaq üçün 100% İmam Hüseynə tərəf getməlisən, onun sevgisinə tərəf getməlisən. Öz fikrimi də qoyum kənara, İmam Sadiqin məşhur hədisini deyim sizə. Hər birinizin bildiyiniz. İmam buyurur ki, hər kəsə Allah xeyr vermək istəsə, onun qəlbində Hüseynin sevgisini və Hüseynin qəbrinin ziyarətinin sevgisini qoyar. İmam Sadiq buyurmadı ki, İmam Muhammed Baqirin sevgisini. İmam Sadiq buyurmadı ki, İmam Musa Kazımın sevgisini, yox. İmam Sadiq nə buyurdu? Buyurdu ki, İmam Hüseynin sevgisini. Ariflər deyirlər ki, bu sevginin xilqəti başqadır. Bu sevginin yaradılışı başqadır. Bu ayrıca bir yaradılışla yaradılıb. Bu fərqli yaradılıb. Ona görə bu xüsusidir. Xüsusi bir sevgidir. Məhəbbətdir. Yalnız İmam Hüseynin sevgisi mənfəət tələblikdən qaçırdır adamı. Bunu biz özümüz bacara bilmirik. Mən bacara bilmirəm mənfəət tələblikdən çıxım. Mənə baxsınlar, məni dinləsinlər, mənə salam versinlər, mən bacara bilmirəm bunu. Bu mənfəət tələbliyin bir düşməni var, o Hüseynin sevgisidir. Gəlir, alcı həyatı çevirir, şirin edir. Bunu praktikada hər birimiz yaşamısınız, illərdir yaşayırsınız. Yalnız bu eləyə bilir. Sevgi mənfəət tələblikdən çıxır. Çıxsa böyüyür. Çıxsa səs salır dünyaya. Çıxsa səs salır dünyaya. Quran-ı Kərim ona görə bir mövzu açır. Yəqub Peyğəmbərlə
Yusif əleyhissalamın sevgisindən danışır. Və başlayır Quranda müqayisə eləməyə. Baxın, nə gözəldir. Başlayır müqayisə eləməyə. Buyurur ki, baxın, Yusif əleyhissalam ki, yuxu görür, qardaşlarım mənə səcdə elədilər, ay və günəş və 11 ulduz mənə səcdə elədilər. Yusif surəsinin əvvəlindədir elə. Yaqub Peyğəmbər nə deyir? Buyurur ki, yuxuvu qardaşlarıma danışma, fəyəkidu ləkə keydə, sənin üçün tədbir görərlər, plan cızarlar. Və ardıca buyurur ki, şeytan insanın açıq-aşkar düşmənidir. Qardaşlarını düşmən mövqeyində göstərmədi ona ki, Yusuf Peyğəmbərin qardaşlarına olan sevgisi itməsin, sevgisi qalsın. Yusuf mənfəət tələbli ilə böyüməsin, mənə ziyan versələr və səlam, qardaşlığı bitirdim onlarla. Ona görə Yaqub Peyğəmbər bu ifadə ilə buyurur ki, Yusuf Peyğəmbərin sevgisi sağlam olaraq qalsın. Sevgi adamın bütün içini, bütün iç aləmini dəyişir. Mənfəət tələblilikdən uzaq sevgi, digərlərini sevmək. Bax, bu günlərdə misal olaraq, indi olur bəzən işlə, güclə alınmır. Gedin, cəmaat namazında iştirak edin. O toplum olan yerlərdə yaxşılıq edirlər, cəm halında misal olaraq. Sizə bir xeyri yoxdur misal olaraq. Nə savabı var? Fikirlərsən, burada mənim savabım yoxdur və yaxud burada mənim nə xeyrim. Xeyriniz olmayan yerlərdə gedin, nəsə eləyin. Heç bir xeyriniz olmayan yerdə. Bu mənfəət tələbliyə zərbə vurmaq lazımdır. Əvvəl deyirdilər bizə, misal, filan işi elə 5 səvabı var, filan işi elə 15 səvabı, belə bir cümlələr var. Misal, xüsusi gecələrdə, hər hansı bir ayın əvvəlində əməllər var. Bunların da başqa bir izahı var, ora daxil olmaq istəmirəm. Deyir ki, hədis var ki, hər kəs bu namazı qılsa, mənəm 100 şəhidin səvabını, mənəm belə də bu kimi hədislər var. Bunlarda işim yoxdur, hədislər öz yerlərində. Amma bəzən insan səvab üçün yaşayanda da mənfəət tələb böyür. Namaz qıl, Allah ruzi versin. Belə adam namaza dəvət eləməz. Qılarsan, o da verməz. Aləm deyər bir-birinə. Yox, belə yox. Qarşılıqsız, qarşılıqsız. Hər şey qarşılıqsız. Bu ona görə gözəldir ki, hər biriniz bu gözəlliyi seyr edirsiniz də, İmam Hüseyin məclisləri ona görə gözəldir ki, burada qarşılığı yoxdur. Qarşılıqsızdır. Qarşılıqsızdır burada. Yaqub Peyğəmbərlə Yusuf əleyhissalam bir-birlərini sevirlər. Baxın, sevgi nə inir? Qorxmayın, bugün fanat desələr, nə bilim, ad qoyacaqlar, fanatizmdir. Yaxşı da biz fanatıq, siz də əxlaqsız. Belə desək, yox, qoy biz belə gedək. Hər kəs bu sevgi, belə deyə, xətti ilə üz-üzə dayanırsa, vallahi əxlaqsızdır. Heç mənfi mənada demirəm, elə əxlaq, belə deyə, elminə uyğun deyirəm. Bir adam sevə bilmirsə başqalarını, gəlin əxlaqsızlığı belə baxaq. Bir adam başqalarını sevə bilmirsə əxlaqsızdır. Qoy əxlaqsızlığı burada qabardaq ki, və bu sevgisizlik, bu sevgi əxlaqsızlığı başqa bir əxlaqsızlığa yol açmasın. Gəl burada bunu əxlaqsıza hesab edək. Görək, bir nəfər üzr istəyirəm, son dərəcə ədəbsizlik, mədəniyyətsizlik, çirkinlik eləsə ona əxlaqsızlığa. Yox, ən əxlaqsız adam Allahın ona verdiyi sevgidən üz döndərib sevgisiz yaşayan adamdır. Gəlin belə deyək. Ən əxlaqsız adam budur. Belə yanaşaq məsələyə. Yaqub Peyğəmbərin sevgidən gözləri kör olur. Sevgi görə bura çatdırsın adam. Yaqub Peyğəmbərin Yusufun həsrətindən gözləri kör olur. Hər biriniz bilirsiniz bunu. Bunu sevgi yaradır. Yusuf Peyğəmbər qardaşlarına olan sevgisindən onları bir dəfədə qarğış eləmir. Bir dəfə də olsun qarğış eləmir və eyni zamanda onlarla görüşəndə quyu söhbətin ömrünün axırına qədər açmadı ki, onlar narahat olmasınlar. Bax, əsl sevgi budur. Açmır ki, onlar bu xatirəni təkrarlamasınlar, əziyyət çəkməsinlər. Özü əsl sevgi budur.
Sevən səhv vurmur üzə heç vaxt, yadda saxlayın. Səmimi sevən dostlarımızı təyin eləmək istəyirsə və özümüzün səmimiyyətimizi bilmək istəyirsə, sevən dostunun, qardaşının səhvini üzünə vurmur. Sevən səhvdən çox danışmır. Demişdim, ariflər ona görə də günah eləyənləri günahkar adlandırmırlar. Ariflər bir nəfər günah eləyirsə, onun günahı ilə ona ad qoymur. Çox-çox üzr istəyirəm, hər birinizdən ifadəmə görə izah etmək istəyirəm. Arif heç kimə qumarbaz deməz. Arif heç kimə zinakar deməz. Arif deyər ki, ləzzətin ünvanını səhv salıb. Keyfin ünvanını səhv salıb. Ona görə də Arifin nəfəsi ilə yetişdirdiyi cəmiyyəti zahid, abid, namazı ilə yetişdirə bilmir. Sevən təhqirə yol vermir. Səmimi sevən təhqirdən qaçır. Əllamə Təbətəbaiyə bir gün gəlib deyirlər ki, yanında bir nəfər qeybət elədi Əllamə Təbətəbainin. Allah ruhunu şad eləsin. Yanında bir nəfər qeybət elədi. Əllamə demədi ona. Tələbələr də var idi. Əllamə demədi qeybət eləmə. Görün, nə gözəl yanaşmadır, nə şirin yanaşmadır. Dedi ona ki, vallahi sənin danışdığın adamı elə bilmirəm mən. Bizim yanımızda danışan kimi qeybət eləmə. Biz terminlərdən elə yapışmışıq ki, buraxmaq da istəmirik. Əllamə demədi. Sonra tələbələri soruşdular ondan ki, niyə görə demədin ona ki, qeybət eləmə? Deyərdin də, dedi ki, qeybət günahkar adama məxsusdur, fiskdir, fücurdur. İstəmədim o günahkar adını eşitsin özü haqqında. Amma o birində müdafiə elədi. Görsün nə qəşəngdir. Səmimi sevən adamlar nöqsanlardan danışmırlar ki, məni düz başa düşün, İctimai qınaq, tənqid, bunlar öz yerində, hamı öz yerindədir. Səmimi sevən insanlar, mənfəətsiz sevən insanlar cəmiyyətdə nöqsanları qabartmırlar ki, gözəlliklərlə nöqsanlara qələbə çalaq, danışmaqla yox. Onların vücudları sevgi tökür dünyaya, sevgi ötürür dünyaya. Gəlir, sevgi Yəqub Peyğəmbərin gözlərini kör eləyir. Yusuf Peyğəmbər bu sevginin cavabını cəzalandıraraq deyil, mükafatla verməsi Yusuf Peyğəmbərin qardaşlarını xəcalətin içində boğur. Sevgi göstər, xəcalətdən yansın, günahları tökülsün. Bax, bu qəşəng yoldur. Bu gözəl yoldur. Ağsaqqallar daha yaxşı bilirlər, üzr istəyirəm onlardan, biz də onlardan eşitmişik. Deyirlər, əvvəl ata uşağın üstünə evdə qışqırmazdı. Hətta uşağın səhvin görsəydi, nöqsanın görsəydi, deməzdi ona filan nöqsanı niyə eləmişsən. Ata ilə evladın arasında ata-oğul pərdəsi qırılmasın. Elə davranardı ki, güya görməyib. Uşaq da həmişə ehtiyat edirdi ki, birdən atamın ürəyinə toxunar mənim bu addımım. Xəcalətlə yaşaya-yaşaya ona çəkinirdi ondan, qaçırdı ondan. Bir ədəb göstərirdi evin içində. Sevgidən demirdi ona. Ki, mən desəm ona, həmişə kölgəli yaşayar. Görün, nə gözəl qaydadır. Desəm, kölgəli yaşayacaq. Sabah məndən bir şey istəmək istəyər, sonra deyər, mən böyük səhv eləmişəm, hansı üzlə gedim atama deyim. Qoymur, deyilsin, demir. Görürsün, nə qəşəng oldu. Sevgi haraya qədər aparır adamı? Mənfəət tələblidən çıxdıq. Sevgi odur ki, sona qədər itəsən, tamlaşasan onda. Tam olasan. Sən sevdiyində itməlisən. İndi bizə deyirlər hərdən, İmam Hüseynin qapısında səcdiyə gedirsiniz. Başa düşmür də bunlar. Sevgi adamı səcdiyə aparmasa, onun mənası da nə oldu? Yəqub Peyğəmbər gəlir, Yusuf əleyhissalamı görən kimi, özü də, xanımı da və evladları da Yusufun qabağında səcdə edirlər. Qurandır bu. Quran-ı Kərimdir. Ayəni də qeyd eləmişəm, daha oxumuram ki, vaxt gedməsin. Qoy oxuyayım sizin üçün. Və rəfəə əbəvəyhi aləl-ərş və xərru ləhu succəda. Deyir, ata-anasını Yəqub Peyğəmbər qaldırdı taxta
Və ata-anası da nə edilər? Düşdülər Yusuf əleyhissalamın ayağına səcdəyə. Qurandır. Gedin də axtar. Səhihdir, səhih deyil. Ya görə Qurandan üz döndərəsən. Nə saldı onu səcdəyə? Neçə illik həsrət. Baxın, sevgini tam ödəmək üçün, sevgini tam izah eləmək üçün bir dənə yol qalır. Quran nə eləyəsən? Gələsən ancaq səcdə eləyəsən, bitsin. Yıxılırsan ayağına və bitir. Yıxılırsan ayağına, bitir. Görürsən, ana evladı ilə oynayır. Ana öz evladı ilə oynayır. Körpədir. Sevgi sənə görə elə bir şey versin ki, sən hər şeyi gözdən atasan, itirəsən. Hər şeyi itir. Yoxa çıxsın sənin həyatında. Hər şey sənin üçün keçsin son plana. Görürsən, anadır. Evladının əlindən öpür, ayağından öpür. Yaxşı, gələk buna ad verək. Nə ad verək buna? Sevir, bilmir, neynəsin. Sevgili oldu da, bilməyəsən, neynəsən. Deyirlər, Məcnun bir gün getdi Leylinin qapısına, belə bir Leyli Məcnun əsərində belə bir şey yaradıblar. Məcnun bir gün getdi Leylinin qapısına, döydü qapını. Leyli soruşdu qapının arxasından ki, kimsən? Bunu daha gəlib bıraq içəridə, imkan verməyəcək. Kimsən? Dedim, mənəm Məcnun. Dedi, səndə hələ mənəmçilik var, ged özünlə məşğul ol. Bıraxmadı onu. Dedik, biraz getdi özünə həsrət çəkdi, buna həsrətə işarə edirlər. Biraz həsrət çəkdi, Leylinin sevgisindən yansın, tökülsün, formalaşsın, mənəmçilik itirsin. Yenə ağlı ilə bir şey tapdı, diqqət eləyin. Bu həqiqəti var ha bunun, valla. Ağlı ilə yenə bir şey tapdı. Dedi, bu dəfə deyərəm sənsən. Qapını döydü, Leyli də tərsdir. Gəldi qapını döydü, soruşdu, kimsən? Dedi, sənsən. Dedi, ged işinlə məşğul ol, sən hələ düzəlməmişsən. Tərsi də bu. Gəldi, sevir, başını itirib, bilmir neynəsin. Bundan görüşməlidir. Bilmir neynəsin. Deyir, vallahi, mən daha yol tapmaram da. Heç nə, mənim cavabım yoxdur. Başını itirib, bəssən, daha heç nə düşünə bilmir. Heç nə düşünə bilmir. Düşünə bilmir, gəldi, qapını döydü. Yenə soruşdu ondan ki, kimsən? Dedi, vallahi, başımı itirmişəm, bilmirəm, sənsən, mənəm, aləm qarışıb birbirine. Dedi, hə, indi aşıqsən. Hə, indi sevirsən. Sevən görək başını itirsin. Sevən görək ağılla sevgini inkişaf elətdirsin, ucalsın, sonra ağıl tabi olsun eşqə. Bitdi məsələ. Bax, sevgi burada olur sevgi. Ona görə Yaqub Peyğəmbər, baxın, Yaqub Peyğəmbəri ağılla qınıyırlar. Bugün ağıllı adamlar var ya dünyada, dırnaq içində də. Yaqub Peyğəmbəri ağılla qınıyırlar, evladları. Deyirlər ona ki, bu qədər ağlamazlar da Yusuf üçün. Bəs də ağladın. Sən artıq özünü həlak eləyəcəksin. Həlak olmaq da cahillərin xüsusiyyətidir. Peyğəmbər ki, həlak olmaz. Deyirlər, sən özünü həlak eləyəcəksən. Yaqub Peyğəmbəri başa düşmürlər. Başa düşmürlər. İmam Səccada bir nəfər dedi ki, vay olsun. İmam Səccad əleyhissalam bir nəfər dedi ki, bəs də ağladın. Kərbəladan sonra idi. Bəs də ağladın ağa. Sən özünü həlak eləyəcəksən. İmam Səccad dərhal cavab verdi. Sevgiyə qoymur toxunsunlar. Vay olsun sənə. Dedi, Yaqubun bir Yusufunu əlindən almışdılar. Yenə qayıtdı ona. Bilirdi qayıdacaq. Gözləri kör oldu ağlamaqdan. Sən bilmirsən mənim neçə Yusufu əlimdən aldılar. Başa sala bilmir. Sevgi insanın ruhunu ətir duymağa belə kömək eləyir. Uzaqlığı yaxınlaşdırır. Sevgi qəribə bir şeydir. Bədənlər ayrı-ayrı yerlərdə olsalar da, sevgi ruhları elə yaxınlaşdırır ki, dünyanın maddi məsafəsini qırır. Yaqub Peyğəmbər Yusufun gəlişini ürəyi ilə tapdı, ruhu ilə tapdı ki, deyəsən həsrət bitir. Ona görə nə buyurdu? Buyurdu ki, elə bir Yusufun iyin duyuram. Quran buyurur ha. Yusufun iyin duyuram. Qoxusun duyuram.
Bu adi burnun məsələsi deyil, bu ruhun məsələsidir. Sevgi məsafəni parçalayır. Sevgi çətinliyi asanlaşdırır. Bir yolu var çətinliklərin asanlaşması üçün. Bir nəfərin bir dərdi olsa, o dərdin həlli üçün çalışırıq, hesab eləyin. Çalışırıq. Hesab eləyin, İmam Hüseyin bizə dedi ki, bilirəm çətindir sənə, bu ağırdır dərd sənin üçün. Amma bilginən ki, mən görürəm sənin halını. Allah'a and olsun, istəyəcəksən ki, o dərd biraz geç həll olsun ki, İmam Hüseyin çox baxsın. Allah çox baxsın. Sevgi götürür, gəlir, çətinlikləri rahatlaşdırır sənin üçün. Hələ heç kim elmi sübut eləyə bilməyib ki, ana evladına bu qədər zəhməti necə çəkə bilir? Bir insan necə güc çatar? 1, 2, 3, 4, 5 uşağı böyüsün bu zəhmət. Necə güc çatır buna? Necə güc çatır? Adam məhtər qalır valla. Sevginin vasitəsilə. Dünyada problem budur. İmam Hüseyin ən ciddi problem budur. Amma bu sevginin qarşılığında da bunu deyim, keçid alıram Kərbəlaya. Bu sevginin qarşısında da Quran-ı Kərim bir sevgi təqdim edir. Ehtirasa söykənən bir sevgi təqdim edir. Kimin sevgisidir o? Yusuf surəsində Züleyxanın sevgisi. O sevgidə nə var? Baxın, Yusuf Peyğəmbərin sevgisi tam idi. Yaqub Peyğəmbərin sevgisi tam idi. Sona qədər nə Yusuf quyu söhbətini açdı və nə də Yaqub Peyğəmbər evladları deyəndə ki, bizi dua eləyərsən, onlara dedi ki, od qoymuşsunuz mənə, hələ dua da istəyirsiniz, yox. Səvfə əstəğfir ləkum. Dua eləyəcəm sizin üçün, bağışlama diləyəcəm sizin üçün, görürsünüz. O qədər sevgidə mənfəət tələblik yoxdur ki, çəkdiyi əziyyətləri dərhal bağışlaya bilir qarşısında ona zülm eləyənə. Dərhal bağışlaya bilir. Amma Züleyxanın sevgisinə baxsaq, Züleyxanın sevgisində nə var? Çata bilmədisə, sevgilisini zindana da salmağa razıdır. Görürsünüz? Bax, bu sevgi dostu dosta düşmən eləyir. Bu sevgi evladı ana ilə düşmən eləyir, evladı ata ilə düşmən eləyir, qardaşı qardaşla düşmən eləyir. Mənim burada gözləntim var idi, mənə vermədi onu. Mənə vermədi. Mənə vermədisə, mənə maraqlı deyil o. Bu sevgi, mənfəət tələblikdən doğan sevgi nə yaradır? Küstüyün adamın başına bir bəla gələndə sevinirsən. Görürsən, bu nə boyda problemdir? Əziyyət verir sənə. Ona görə hətta deyirlər ki, İmam Hüseyin əleyhissalamın sevənləri, əzadarları bir-birlərindən ayrılmasınlar. Ürəklərini bir qərar versinlər. Ruhlarını birləşdirsinlər. Niyə görə? Sonra bu əzadarlığın üzərində də bir mən qura bilər insan. Bizim məscidin əzadarlığı başqa cür deyə sən nə danışırsan? İzah edə bilirəm, bu körləyər, heyf eləyər zəhmətləri. Bizim məscidə çox adam gəlsin. Ora nə var gəlsən, bura gəl ancaq. Körləyər adam. Bu boyda dəstgahın içində sənin nəfsin başlayar rol oynamağa, sən gəlmişdin müalicə almağa, müalicə qapısını bağlayırsan. Olmaz. Dünyada problem nədir? Dünyada problem budur. Başqa bir şey yoxdur. Bütün detalları qoysaq kənara, bütün detalları kənarda saxlayın düşüncəmizdə, dünyada əsas bugün iki problem, iki dəyər bir-biri ilədir. Cəmiyyəti sevənlərlə mənfəət tələbləri mübarizəsidir. Bugün dünyada insan ölürsə buna görə ölür. Uşaq ölürsə buna görə ölür. Bugün dünyada Kərbəla sistemi ilə egoist bir sistem toqquşub. Bax, budur, dünyada budur, başqa bir şey yoxdur. Əsas məsələ budur. Ona görə Kərbəla sistemi iləndir mübarizə. İmam Hüseyin əleyhissalamın mübarizəsinin zahiri əlamətlərində qalmaq düz deyil. İmam Hüseyin əleyhissalamın daxili proseslərinə baxmaq lazımdır. Yezid kim idi? Yezid mənfəət tələb. Yezid mənfəət tələb biri. İbn Ziyadın qoşunu nədən ibarət idi? Mənfəət tələbdən. İmam Hüseyin əleyhissalamın qətlinə imza niyə görə atılır? Mənfəət tələblikdən.
Yoxsa baxırsan kişinin surətinə, nuraniyyətinə, adam bunu öldürər, mənfəət tələblidir. Mübarizəyə qalxıb. İndi yol axtarırlar. Necə, nə yol tapaq ki, biz Hüseynin məktəbindən döndərək, insanları bu sevgi məktəbindən döndərək. Ona görə də nə edirlər? Bu sevgini götürüb gəliblər, kiçildiblər, balacalaşdırıblar, adi ləzzətlər səviyyəsində insanlara yedirdirlər. Bunu kiçildiblər. Kim nə reklam edirsə, dil ləzzəti var. Kim nə reklam edirsə. İmam Hüseyin demək istəyir ki, mənim kimilər Yezid kimilərə tabi olmaz, beyyət eləməz. Mənası bilsin nədir? Yəni, sevənlər sevməyənlərə nökər ola bilməz. Bax, budur mənası. Sevənlər sevməyənlərə nökər ola bilməz. Onlara xətti ilə gedənməz. Biz deyirik ki, yox, sizi ona görə qəbul eləmirik ki, sizin bəşəriyyətə sevginiz yoxdur. Siz bəşəriyyət qatilisiz. Siz insan qatilisiz. Sən hansı inkişafdan mənim üçün danışsan, insan deyilsənsə, insan olmağa tərəf getmirsənsə, sənin inkişafın mənə lazım deyil. Çünki sənin inkişafının sonunda böyük bir qətliam görsənir. Böyük bir qətliam. Sənin inkişafın budur. Sənin inkişafın sonu budur. Sən bu dünyaya heç nə verə bilmirsən. Əksinə, dünyanın rahatlığını pozmusan. Bu eqaisliğinlə dünyanın rahatlığını pozmusan. İndi Allah eləməsin ki, bu eqaislik bir var fərqdədir. Bir var fərqdədir. Bu eqaislik sistemləşsin. Sistemləşdirsə vəssalam. Bugün bütün dünya bu eqaisliyin sistemləşməsindən əziyyət çəkir. Bax, burada da problem. Niyə görə Kərbəlaya mane olur? İstəmir Kərbəla sistemləşsin. Bax, məsələ budur. Kərbəla sistemləşsə, bu sevgidən, bu sevgi qanunlar doğuracaq. Belə deyək, yox. Sistemləşsə, özünün qanunları olacaq. Sistemləşdirsə, özünün qanunları olacaqsa, bu qanunlar bəşəriyyətə göstərəcək ki, bugünə qədər gördüyünüz ictimai beynəlxalq qanunlar hamısı saxtaymış. Ona görə qoymur Kərbəla sistemləşsin. Ona görə narazıdır. Ona görə üzr istəyirəm, 5 nəfər bir yerə əxlaqsızlıq eləmək üçün yığışır, onu 10 nəfər kimi göstərir. Amma 20 milyon fədakarlıq üçün bir yerə yığışırsa, bütün görüntülərə mane olur. Qorxur, sistemləşir. Hələ də bilmirlər Ərbəyin necə sistemləşdi, Ərbəyin necə inkişaf elədi. Baş aça bilmirlər. Sevginin nəticəsindədir. Bugün məsələ budur əsas. Biz İmam Hüseyin əleyhissalamın İmam Hüseynin necə müdafiə eləyək? İmam Hüseynin Kərbəla sevgisini götürək həyatımıza, bu çoxalsın, inkişaf eləsin ki, bütün irəli hərəkətlər bu sevgi ağuşunda inkişaf eləsin. Bu sevgi ağuşunda qabağa getsin. Bütün hərəkətlər. Ən güclü hərəkat sevgi ilə başladılan hərəkatdır. Ən güclü hərəkat budur. Qabağında heç nə yana bilmir. Qabağında heç nə dözə bilmir. Ona görə həmişə mübarizə olacaq. Fikir verin, elə bir dövr olub ki, İmam Hüseyin əleyhissalamın hərəminə bir nəfər, 2 nəfər adam gedib. O bir nəfər, 2 nəfər var, onunla da mübarizə eləyiblər. Ərbəyinə bugün 20 milyondan çox insan gedir, rəsmi olaraq, elədir. Amma o bir nəfər gedib, xəlvət yolla gedib. Nəcəfdə alimlər var ki, onlar şəhiddirlər, onlar Ərbəyin yolunda öldürülüblər. Bir nəfər, 2 nəfər gedir. Onu da izləyir. Onu da izləyib yolda şəhid edib öldürüb, qoymayıb getsin. Niyə? Bunun biri, Hüseyni sevənlərin biri bəşəriyyət boydadır. Bunun biri o boydadır. Ona görə qoymaq olmaz. İmkan vermək olmaz. Bu tez göyərir, bu tez inkişaf eləyir. Bu tez çiçəklənir. Nəsə var Hüseynin sevgisində ayrıca bir xilqətdir. Tez çiçəklənir, tez inkişaf edir. Və bunun inkişaf eləməsi üçün də maddi vəsaitin də o qədər də rol oynaması lazım deyil. Bu tez inkişaf edir. Ona görə bu bir nəfəri də qoymur, ona da imkan vermir. Yox, getmə.
öz cahilliklərini gizlətmək üçün İmam Hüseyn məclislərinə, əzadarlarına cahillik damğası vururlar. Dünyada saxta fanatizmi inkişaf elətdirmək üçün həqiqi aşiqlərə fanat demək qeyri-adi bir şey deyil. Bax, buna görə deməz. Sevgi gəlir, ağlı inkişaf elətdirir, insan həyatına daxil olur, insan həyatında hər şeyi gözəlləşdirir, dünyada hər şeyi gözəlləşdirir, hər şeyi ali eləyir. Ona görə də bu sevgi ilə həmişə mübarizə eləyirlər. İmam Hüseyn əleyhissalamın sevənləri isə bu gedişatı qəbul eləmir. Amma bu gedişatı qəbul eləməyənlər amansızcasına öləcək, amansızcasına bir gün şəhid olacaq, amansızcasına evladına qarşı zorakılıq görəcək, bunları görəcək. Çünki başqa cür yolu yoxdur. Baxın, bir söz deyim sizə. Bu dünyada məsum imamlara çıxsaq, ən məzlum adam kimdir? Ana. Bir süniyə görə məzlumdur, çox sevir. Heç vaxt sevgisinin cavabını ala bilməyib bugünə qədər. Çox sevir. Bütün qəhrəmanları dünyaya götürən anadır. Bütün qəhrəmanları yetişdirən anadır. Baxın, dünyanın məzlumiyyətinə baxın, dünyanın vəziyyətinə baxın. Bəşəriyyətin anası olan Fatimə-i Zəhra bütün sevgilərin qaynağı odur, qəbri yoxdur, gizlindir. Görürsünüz, nə qədər məzlumdur. Ən çox sevən, ən çox məzlum olandır. Ən çox sevən, həmişə ən çox məzlum olandır. Məsələ budur. Kərbəla qatilləri sevgisiz insanlardır. Onlar illərdir sevgisiz namaz qılmışdılar. İllərdir məhəbbətsiz oruç tutmuşdular. Onların ürəyi İmam Hüseyn üçün darıxmamışdı. Onların ehtimal verdilər ki, İmam Hüseyn gələr bizim dünyamızı düzəldər. Onda başladılar İmam Hüseynə. İmam Hüseyni Kufiyyə çağırmağa. Onlar İmam Hüseynsiz rahat həyat yaşayırdılar. Onlar İmam Hüseyni İbn Ziyadın zülmündən qorxub seçdilər. Müstəqil seçmədilər İmamı. İbn Ziyadın zülmündən xilas olmaq üçün.